Deyirlər Əli Əkbər o zaman ki növbə çatdı gedir meydana. Bütün xeymə əhlindən, yəni hərəmlərdəki olan xeymə əhlindən vidalaşır. Hamı Əli Əkbəri qucaqlayıb ağlayır. Buraxmırlar. Həzrət İmam Hüseyin əleyhissalam uca səslədi ki, oğlumu buraxın. O gedir meydana və o bugün şəhid olacaq. Mən Allahdan bu cür əhd bağlamışam. Və onun da şəhid olmasına razıyam. Gəldi Əli Əkbər sonuncu dəfə İmam Hüseyin əleyhissalamla vidalaşdı. Deyir, elə ki Əli Əkbər üzünü çevirdi, gedir meydana Əli Əkbər. Ələ həuləl qavm. İlahi, sən özün şahidsən ki, bu qövmə bugün özün şahidsən. Fəqət bərəzə qulamın. Onların qarşısına elə bir cavan göndərirəm ki, əşbəhən nas, xəlqən və xulqən və məntiqən bir rəsulik, yaradılışında, əxlaqında və danışığında sənin göndərdiyin peyğəmbərinə bənzir. Və kunna İzəştəqna ilə nəbiyyik nəzərnə iləyik. O zaman ki babam peyğəmbər yadımıza düşərdi, biz ona baxardıq, babamızı onunla anardıq. Dedi Allah, bugün qurbanlarımın ən gözəlini göndərirəm. Bundan da gözəl qurban ola bilməz. Və Əli Əkbər gedir meydana. Baxın, bir dənə söz işlədir İmam Hüseyin əleyhissalam. Xəlqən, xulqən və məntiqən. Yaradılış məlumdur. Peyğəmbərə Əli Əkbər ən çox bənzəyən cavan idi. Əhl-i beytin içərisində ən çox Peyğəmbərə iki şəxs bənzəyir. Bir İmam Həsən əleyhissalam, bir də Əli Əkbər. Bədir əxulqən, xulqən, yəni əxlaqı. Peyğəmbər necə əxlaqlı bir şəxs idi? Yəni Əli Əkbərin əxlaqını bilmək üçün bir dənə bu ayəni oxusam yetərlidir ki, Allah Qur'an-ı Kərimdə Qələm surəsinin 4-cü ayəsində buyurur ki, və innəkə lə'alə xulqin əzim. Ey Peyğəmbər, bütün əxlaqi gözəlliklər səndədir. Bütün əxlaqi dəyər, nə gözəllik, bunu hamısı səndə cəmləşir. Yəni Əli Əkbər o qədər əxlaqlı bir cavan idi. Deyir, Əli Əkbər elə ki meydana daxil oldu, hətta düşmənlər tərəddüd elədilər, bir addım geri çəkildilər. Dedilər, ya Rəb, bu cavan kimdir ki Peyğəmbərə bənzər? Ya Rəb, bu cavan kimdir ki Peyğəmbərə bənzər? Surətdə, məlahətdə mahi ənvərə bənzər. Yusifdə hanı böylə vücalat, böylə məlahət. Yusifdə hanı böylə vücuhat, böylə vəlahət. Bu hüsnü təravət, bu nəzakət, bu ləftafət. Yoxsa bu cavandır dəri dəryayı imamət, Şəhzadə Hüseyn oğlu Əli Əkbərə bənzər. Dedilər, bu kimdir gələn? Elə bir Peyğəmbər geri rəcət eləyib gəlir. Kimdir bu gələn? Ya Rəb, bu cavan kimdir ki Peyğəmbərə bənzər? Surətdə, məlahətdə, mahi ənvərə bənzər. Ömər Səd dedi, bəli, o Hüseynin oğlu Əli Əkbərdir, Peyğəmbər deyil. Və gəldi meydana. Döyüşdü, hər qarşısına çıxan ki gəlirdi, qılıncdan keçirirdi. Ömər Səd gördü ki, yox. Bu əlinin üstünə 5, 10, 20 nəfər getməkdən olmayacaq. Atından biraz qabaq qalıq yuxarı. Dedi, vay olsun sizə, ay küfəlilər. Siz məyən bunları tanımırsınız? Bunlar o kəsin evladlarıdılar ki, ərəbin gəlmiş, getmiş ən güclü qılınç tutan olan Əlinin balalarıdılar.
Siz əgər bunlara belə fürsət versəniz, onlar bizim axırımıza çıxarlar. Onlara 100 nəfər, 200 nəfərdən çoxluqla hücum eləyin. Deyir, bu zaman çoxluqla Əli Əkbərə hücum elədilər və onun dövrəyə aldılar. İmam Hüseyin də baxır. Əvvəl Əli Əkbər vurur, düşməni yıxır, İmam Hüseyin ağa səslənir. Allahu Akbar. Mərhaba Əli Əkbər. Hələ vurur Əli Əkbər, İmam Hüseyin ağa çırır. Allahu Əkbər. Amma elə ki, bir nəfər düşmənlərin içərisindən Mürrə İbn-i Munzik Əl-Əbdi Əli Əkbərin deyirlər arxadan kürəyindən bir nizə vurdu. Nizə kürəyin sinəsindən çıxdı. Əlindən qılınc düşdü Əli Əkbərin. İmam Hüseyin səslədi. İnna lillah və inna ileyhi raciun. La ilahə illallah. O zaman Əli Əkbərin ki başına qılınc vurdular. Baş parçalandı, Əli Əkbərdə taqət olmadı. Əvvəla alnını qoydu atının başının üstünə və onun başından gələn qan atının gözlərinə getdi və at yolunu itirdi. Taqət olmadı, atdan ki düşdü, ayağı atın üzənginə ilişdi. At Əli Əkbəri xeymələrə tərəf yox, birbaşa düşmənin ortasına apardı. Hər gələn ki Əli Əkbərə bir yarə vurdu, qılınc vurdu, Əli Əkbəri tikə-tikə elədilər. Bilirsiniz, ərəbcə bir ərbə var, bir də qətən qətə. İkisi də parçalamaq mənasındadır, ikisi də doğramaq mənasındadır. Amma irbə nə deməkdir? İrbə buna bənzəyir. Məsələn, bir adam çörəyi doğruyur, buna da irbə deyirlər. Amma bunu səliqə ilə doğruyur. Qətən qətə dağıdır, parçalayır. İmam Hüseyin əleyhissalamı şəhid eləyəndə qətən qətə eləmişdilər, darmadağın eləmişdilər. Əli Əkbəri tikə-tikə eləmişdilər. Əli Əkbər necə bir cavan idi. O ki İmam Hüseyin başını qaldırdı, dedi Allah ən gözəl cavanını göndərirəm. Allah Mirzə Əli Əkbər Sabirə qəriq rəhmət eləsin. Əli Əkbər haqqında bir gözəl şeiri var. Əli Əkbər deyirlər, Peyğəmbərə bənzəyir. Bu şeirdə Əli Əkbəri daha gözəl vəsf eləyir. Deyir ki, xanım Leylanın dilindəndir. Amma bəzi rəvayətdə deyirlər ki, xanım Leyla Kərbəlada olmur. Leyla elə xanım Zeynəbin özüdür. Şair onu obraz yaradıb. Amma Leyla adında anası olub. O bir dənə anasının dilinə, xanım Zeynəbin dilinə Əli Əkbərə səslənir. Deyir ki, daşların tağı oğul Sure-i Yasin oxuyur. Daşların tağı oğul Sure-i Yasin oxuyur. Baxsa hər kim üzünə ayə-i təhsin oxuyur. Əhli Qur'andır bunlar, cümləsi Tasin oxuyur. Necə çəkdirlər qılınc məhzəri Taha üzünə. Əli Əkbər Arizin səhvəyi İncili Xudavendi vədud. Nizə başında başın həm oxuyur Sure-i Hud. Deyəsən nizə dayağında durub qovmi Yahud. Deyəsən nizə ayağında durub qovmi Yahud. Darın üstündə baxırlar hamı İsa özünə. Darın üstündə baxırlar hamı İsa özünə. Əli Əkbəri necə vəsf edir? Məhzəri hüsnü Peyğəmbər ruhi xalındır sənin. Ayə-i Şəms-i Zuha məhzər camalındır sənin. Şəms və Zuha surəsi var ha. Zuha surəsi Peyğəmbər haqqında nazil olub. Şəms surəsi günəş deməkdir.
və yeganə surədir ki, Allah dayanmadan 9 dəfə and içir. Və şəmsi və zuhaha və leyli izə yaxşaha ki, 9 dəfə Allah and içir. Görün hansı surələri gətirir. Məhzərin husn-ı peyyəmbər ruxi xalındır sənin. Ayə-i şəms-i zuha mehr-i camalındır sənin. Surə-i nun qələm həşm-i xalındır sənin. Çəkiliyin pərdə çəkib Leylətül Əsra üzünə. Əli Əkbəri Qur'an təfsir eləyir Mirzə Əkbər Sabir. Nə gözəl təfsir eləyir Əli Əkbəri. İndi o Əli Əkbərin başına qılınc vurublar. Baş parçalanıb. Kürəyinə nizə vurublar. Bədənini parə-parə eliblər. Atdan ki düşdü, səsləndi. Hələ İmam Hüseyin ağa deyir, gözləyir. Səsləndi, ya əvata ləkə minkəs-səlam. Ata, məndən sənə salam olsun. Əkbər atı üstdən düşüb, Əkbər atı üstdən düşüb, teşnə can verir. Əli Əkbər çağırır atasını. Atlar ayaqlır onu, baş yarası qan verir. Səslənir, hardasan, gəl hər aya ay baba. Doğranır Əkbərin aya ay baba. İmam Hüseyin ağanı çağırır. Yazırlar ki, İmam Hüseyin ağa sürətlə gəldi meydana. Elə ki, bir neçə addım qalmışdı, atını dayandırdı. Bir var atdan enirsən, səqət, özünü atdan atdı. Amma Əli Əkbərin ki cənazəsini gördü, dizlərində taqət olmadı. Deyir, diz üstə düşdü yerə, ayağa qalxamadı. Dizi üstə sürünə gəldi Əli Əkbərin cənazəsinin üstünə. Başını aldı, qoydu oğlunun dizin üstünə. Bir uca səsdən səsləndi, Əli! Əli ya vələdi, ələ dünya bə'dəkəl əfa. Əli, səndən sonra kül olsun bu dünyanın başına ki, sənin qədrini bilmədi. Əli, qardaş dağı bel sındırar, oğul dağı ev dağıdır, oğul. Aç gözünü atanla danış. Deyir, onda gördülər ki, İmam Hüseyin ağa gördü ki, bir nəfər əlini qoydu İmam Hüseynin çiyninə. Dedi ki, ağam, ağlama, düşmən sevinir. Başını dolandırdı, gördü Əbəlfəz ağadır. İmam Hüseyin ağa 2 nəfərin bədənini xeymələrə aparamayıb. Əli Əkbərin bədənini o qədər tikə-tikə eləmişdilər ki, qucağına alanmadı. Əba sərdilər, əbaya qoyub gətirdilər. 2-ci şəxs Əbəlfəz ağa idi ki, onu da gətirəmədi, tək qalmışdı. İmam Hüseyin ağa Əli Əkbərin başını aldı qucağına, üzünü qoydu Əli Əkbərin o qan ilə dolan üzünə, dedi, oğul, başdakı şur-i şəhadət sənin tacındır, oğul. Başdakı şur-i şəhadətdir sənin tacın, oğul. Arizin Kəbə hərəmlər hamı həccacın, oğul. Rəf-rəfin nizə mübarəkdir bu meyracın, oğul. Qaşların qiblədir Qovseyni o vəqəb. Qaşların qiblədir Qovseyni o vədna üzünə. Dedilər, kimdir bu övrət bizi nalan eləyən?
yoxsa Leyladır bu Məcnun kimi əfqan eləyən, səni ey tazə cavan qanına qaltan eləyən, necə məhşərdə baxar Həzrəti Zəhra üzünə. Səni ey tazə cavan qanına qaltan eləyən, necə məhşərdə baxar Həzrəti Zəhra üzünə.